VIP maçlara izləyicilərimiz bu sizlərə maçlar əsasında Vüşnevka bağlarına gedən yolun üstündə dəyərli izləyicilər, Vüşnevka 2 bağlarında daha doğrusu gedən yolun üstündə 180 nömrə marşrut xəttini cəmi 253 metrliyində belə bir dəyərli izləyicilər 3 sotun içində 2 mərtəbəli üstü mansarlı evlə sizi tanış edirəm. Dəyərli izləyicilər, hal-hazırda evin həyətyan sahəsində ümumilikdə dediyim kimi 3 sotun içərisindədir. Evin arxasına keçmək mümkündür, yan tərəfə keçmək mümkündür. Həyətdə gördüyünüz kimi geniş həyəti var. Evin təmir işləri qalır dəyərli izləyicilər. Sizi təqdim edeyim indi. Ev özü yerdən kürsüldür, 2 mərtəbəlidir, üstü mansarlıdır və gördüyünüz kimi betonladır, yəni mərtəbələr arası. Burada belə bir sanitar qovşaq. Burada hamam otağıdır. Bu hissədə yerləşir belə bir mətbəx. Burada belə bir yataq otağı və belə bir qonaq otağı birinci mərtəbədə. Ev gördüyümüz vəziyyətdə satılır. Qalxırıq evin ikinci mərtəbəsinə. Təmirində dəyərli izləyicilər, yaxşı keyfiyyətli materialdan istifadə olunub. Çox səliqəli, yəni işlənilib. Bura ikinci mərtəbə və ikinci mərtəbədə burada bu hissədə belə bir kiçik yataq otağıdır. Bu hissədə sanitar qovşağı var, hamam otağıdır, ikinci mərtəbəyə aid. Burada belə bir yataq otağıdır. Bu hissədə digər belə bir yataq otağıdır. Və burada isə böyük belə bir sonuncu yataq otağı dəyərli izləyicilər. Deməli, aşağıda 2 otaq, burada 1, 2, 3, 4 otaq, 6 otaqdan ibarət dəyərli izləyicilər ümumilikdə. Və yuxarısı da mansarlıdır, açıq mansarlı dəyərli izləyicilər. Seçim göstərim sizə. Burada mansarlı hissəsidir. Belə bir geniş mansardır, izolyasiyasına qədər hamısı vurulub. Cüt daşdandır. Və onu qeyd edim ki, evin qiyməti dəyərli izləyicilər 3000 manat deyilir. Yəni bu vəziyyətdə 73.000 manat deyilir. Kommunallar hamısı yaxınlığındadır, daimidir. Sənədlər bələdiyyənin sərəncamıdır dəyərli izləyicilər. İndidən deyim, bilinsin yəni. Bələdiyyənin sərəncamıdır. Qiymət 73.000 manat deyilir. Real alıcı sahibi tərəfindən endirim var. Əlaqə nömrəmiz aşağıda və bio hissəsində qeyd olunub. Bu və digər evlərlə tanış olmaq istəsəniz səhifəmizə baxa bilərsiniz. Bizi izləməyi unutmayın, sağ olun.